Əziz abituriyentlər, bugün sizlər üçün üzvi kimyaya giriş və alkanlara aid quizlərin izahını verəcəm. Hansı ki, bu materiallar DİM-in 2026-cı ildə çıxardığı dərs vəsaitində olan bölmələr üzrə quizlərdir. Gəlin vaxt itirmədən sualların izahına başlayaq. Onlayn dərslərimizə qatılmaq istəyənlər üçün 051 447 02 51 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz 20 avqustdan tam sıfırdan başlayacaq. Deməli, deyir, hansı ifadələr doğrudur? Üzvü maddələr karbon birləşmələridir. Təbii ki, bu doğrudur. Çünki bütün üzvü birləşmələr karbonlu birləşmədir. Yəni, tərkibində karbon olmayan demək olar ki, üzvü birləşmə yoxdur. Karbon, hidrogen, oksigen, əsasən azot. Bu 4 elementdən təşkil olunur. Üzvü maddələr yalnız karbon və hidrogen atomlarından ibarətdir. Xeyr. Üzvü maddələr yer qabığının əsasını təşkil edir. Xeyr. Qeyri-üzvü maddələr daha çox ola bilər. Üzvü maddələrin tərkibində karbon və azot da ola bilər. Bəli. Doğru olanları istədiyi üçün cavab olacaq Y. Deyir, hansı sırada yalnız üzvü maddələr verilmişdir? Məsələn, burada kalsium karbonat var. Bu təbii ki, qeyri-üzvü maddədir. Kalsium karbid qeyri-üzvü maddədir. Karbon qazı qeyri-üzvü maddədir. Sonra başqa burada metan üzvidir. Glikoza üzvidir. Spirt üzvidir. Saxaroza üzvidir. Burada isə karbonat turşusu var. Bu isə üzvü sayılmır. Cavabımız olacaq C variantı. Hansı ki, gördüyünüz bu 2 nömrəli sual birinci blok qəbul sualıdır. Qəbul. Deyir, izomerlər üçün hansı ifadə doğrudur? Bunun deməli 2025-ci il 4-cü blok qəbulda homoloqlar üçün doğru olan ifadələri seçin versiyası var idi. Buna diqqət edək. Deyir ki, molekulunda eyni sayda karbon atomu olur. İzomer maddələr, məsələn, izomer dedikdə nəyi nəzərdə tuta bilərik? Məsələn, butan, gördüyünüz budur. Bir də mən bunu izomerləşdirsəm, belə bir formaya gətirsəm, burada molekulunda karbon atomlarının sayı eyni olur. Həqiqətən də izomerlərdə karbon atomlarının sayı eyni olur. Molekullarının quruluşu eynidir. Molekullarının quruluşu eyni ola bilməz. Çünki fikir versəz, bu başqa bir molekul quruluşa malikdir. Bu isə tamam başqa bir molekul quruluşa malikdir. Ona görə bu yanlışdır. Molekulları eyni element atomlarından ibarətdir. Bu da doğrudur. Nisbi molekul kütlələri müxtəlif olur. Xeyr, eyni formula, eyni kütləyə, eyni elementlərə, eyni sayda elementlərə malik olduqlarına görə eyni ola bilməzlər. Daha doğrusu müxtəlif ola bilməzlər. Bunların ancaq molekul quruluşları, fiziki, kimyəvi xassələri fərqli ola bilər. Ona görə cavabımız olacaq Y. Qeyri-üzvü maddələri müəyyən edin. Deməli, bir üzvü maddədir, glikoza. 4 qeyri-üzvü maddədir, 2 qeyri-üzvü maddədir, 5 spirtdir, üzvidir, 3 metanlı üzvidir. Burada cavab olar 2, 4, 6. Davam edək 5 nömrəli sualımız ilə. Uyğunluğu müəyyən edin. Karbon atomunun oksidaşma dərəcəsi 0, -1 və müsbət -4 şəklində uyğunlaşdırılıb. Burada bu B maddəsini açıq şəkildə yazsam, bu şəkildə olar. Hidrogen müsbət 1, hidrogen müsbət 1, bu isə -2-dir. Bu müsbət 2-lər və bu -2 bir-birini tarazlaşdırar. Karbonun oksidaşma dərəcəsi 0 olar. Ona görə 1-ə gedər B. Metan. Metanı açıq şəkildə yazsaq, hər bir tərəfinə 4 dənə hidrogen yerləşir. Hər bir tərəfdən müsbət 1-dirsə, o zaman özü -1 olar. Bu zaman 3-ə gedər C. Sonra D variantında baxası olsaq, -4 oksidaşma dərəcəsinə malik olacaq. Çünki alüminium müsbət 3-dür. Ona görə C, D 3-ə gedir. -1-dir. Deməli, kalsium burada müsbət 2-dir. Karbon burada -1 olacaq. Ona görə 2-ə gedəcək Y. Sonra A variantını yoxlasam, CH2 2 qat rabitə, CH2 daha doğrusu 3 qat olacaq. Bunlar belə. Bu müsbət 1-dir.
O zaman karbona -1 qalır. O A da gedəcək bura A'ya. Başqa heç bir şey qalmadı. Deməli 1-ə B, 2-yə A'ya, 3-ə C və D. Bu şəkildə. Sonra maddələrin molekulunda karbon atomlarının oksidaşma dərəcələrinə uyğunluğunu müəyyən edin. Burada bizim birinci maddəmizdə karbonu necə tapsaq daha asan olar. Deməli, xlor -1-dir. Xlor -1-dir. Və xlordan 2 dənə var. Ona görə -2-dir. Hidrogen müsbət 1-dir. Ondan 2 dənə var. Deməli, o da müsbət 2-dir. Müsbət 2 ilə -2 bir-birini islah edir desək, karbonu olur 0. Ona görə 1-ə gedəcək D. Sonra 2-də isə necə hesablayarıq? Xlor -1-dir. 3 ədəd olduğuna görə -3-dür. Hidrogen də müsbət 1-dir və 1 ədəddir. Bunlar bir-birini belə deyək də, cəbri cəmini tapsam -2 verir. -2-ni də 0-a çevirə bilməyim üçün karbonun müsbət 2 olması lazımdır. Ona görə 2-yə də gedər A. Üçüncüdə isə 1 dənə xlor var. Ona görə -1-dir. 3 dənə hidrogen var, 3-dür. Bunların cəbri cəmi edər, deməli, müsbət 2. Müsbət 2-ni 0-a çevirə bilməm üçün karbon -2 olmalıdır. O zaman 3-ə də gedər B variantı. Bu birinci başlıq bitdi. Keçək ikinci başlığa. Deməli, ikinci başlığa gəlirik. Bu başlıq isə alkanlar, onların homoloji sıraları haqqındadır. Deməli, alkan molekulunda atomların sayı karbon 5 ədəddir. Hidrogenlərin sayını istəyir. Alkanların formulu NH2+2-dir. N burada karbon sayıdırsa 5 qoysaq, o zaman C5H12 olar. Pentan. 16-dırsa, deməli 16 ola bilməsi üçün, deməli bu C7 imiş ki, bu da 12 imiş ki, 16 edib. Deməli 7 x-i tapdıq 12, burada isə 7, cavab olar 1-də B variantı. Keçək ikinci sualımıza. Deyir, molekul homoloji sırada qonşu olan 2 alkanın nisbi molekul kütlələrinin cəmi 270-dir. Normalda biz bilməliyik dərslikdən ki, alkanın formulu CnH2+2-dir. Elə deyil, yəni kütləsi 14N+2 vəziyyətindədir, bu şəkildədir. Və bir alkan digərindən CH2 qrupu, yəni homoloji fərqlə fərqlənir. Həmin bu homoloji fərqə biz deyəcəyik ki, kütlələri arasındakı fərq 14-dür. Bu zaman, deməli, birinci alkan var, kütləsi nə qədərdir? 14N+2. İkinci bir alkan var. İkinci bir alkanda isə kütlə bundan 14 vahid çoxdur. O zaman 14N+16. Bunların hər birinin cəmi oldu 270. Bu zaman 28N üstə gəlinsin. Deməli 18 bərabərdir 270. Buradan hesablasaq N-ə 9 çıxır. Deyir ki, homoloji sırada qonşu olan 2 alkanın kütləsi. Bu da bu alkanların molekulunda hidrogen atomlarının cəmini hesablayın. Deməli birində 9-dursa, C9, H20-dirsə, digəri isə C10, bundan bir vahid çox olar. Homoloji 2 alkandır, qonşudur deyirsə. C10, H, deməli nə qədər edər? 22. Toplayanda bir yerdə edəcək 42 A variantı. Keçək 3-ə. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Metan formulu CH4. Etan formulu C2H6. Molekulunda 7 sigma rabitə var. Sigma rabitələrin sayını tapa bilməyimiz üçün ilk öncə onu qeyd edim ki, ən asan yol indeksləri toplayıb birini çıxmalısınız. Burada pi rabitə olmadığına görə çox rahatlıqla tapılacaq. Deməli, burada 5 dənə atom var. Birini çıxdıqda 4 sigma rabitə edəcək. Burada 8 atom var. Sigma rabitələrin sayısı 7 ədəd edər. Onda 1 gedər ikinciyə. Bura gəlməlidir. Sonra ümumi formulu CnH2+-dur. Hər ikisi üçün 2 ortaya
gedər 4 ədəd sp3 hibrid orbitalı var. 4 ədəd metanda olacaq, çünki 1 karbondur. Etanda isə 8 ədəddir. Ona görə 3 metana gedir. Molekulda qeyri-polyar kovalent rabitələrin var. Qeyri-polyar kovalent deyirsə karbon-karbon arasıdır və metanda yalnız bir karbon olduğuna görə bu mümkün deyil. Ona görə 4 bura gedir. Deməli, birinciyə gedəcək 3, 2-yə gedər 1, 4, 3-ə gedər 2, cavab olacaq C. Sonra 4 nömrəli sualımıza gələn baxaq. Deməli, bir də xatırlatma edirəm. Onlayn şəkildə dərslərimizə qatılmaq üçün 051 447 02 51 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz 20 avqustda başlayacaq. Deməli, alkan molekulunda hidrogen atomlarının sayı A, nisbi molekul kütləsi 100-dür. Normalda biz bilirik ki 14n plus 2 bərabər 100 şəklində yazsaq, bu zaman deməli 98-i bölsək 14-ə, buradan n çıxar 7. Bu 7 o deməkdir ki, yəni bu bizim alkanımızda 7 dənə karbon var. C7H16-dır. Digərinin isə hidrogen sayı bundan 8 vahid aşağıdır. Normalda alkanımda mən görürəm ki, A 16-ya bərabər olsa nisbi molekul kütləsi 100 olar. Deməli, onda ondan 8 vahid aşağıdırsa C8-dir. Deməli, bu C3H8-dir. Bu zamanda bunun nisbi molekul kütləsini istəyir. O da bizə verəcək, təbii ki, 44-dür. Keçək 5-ci sualımıza. Uyğunluğu müəyyən edin. Hidrogen atomlarının sayı 14, 10, 16-dır. Molekulda karbon atomlarının sayını tapın. Deməli, formul CnH2n plus 2-dir. Gətirib 2n plus 2-də bərabər eləsəm 14-ə, n buradan çıxar 6. 1-ə gedər Y. 10-a bərabər eləsəm çıxar 4, 1-ə 2-yə gedər A. 16-ya bərabər eləsəm n-ə çıxar deməli 7. 2-yə də gedər, 3-ə də gedər D. Deməli, hidrogenin kütlə payını hesablamaq belə bir suallar qəbul imtahanında düşər. Metandır. Hidrogen kütlə payı. Deməli, 4-ü bölməliyəm 16-ya. Metanın kütləsi 16-dır. Etanın kütləsi 30-dur. Heptan C7H16-dır. Bunu da hesablayarıq indi. Deməli, bunlar ixtisar gedər. 4-də 1, 25% alarıq. Ona görə 1-ə gedər B. Sonra 6-nı bölərəm 30-a, vuraram 100-ə. 5-də 1, bu eləyər 20%. Bu nə olacaq? C. Belə baxıram ki, 20, 20, 25, 20 azala-azala gedir. Deməli, onda heptan üçün ala biləcəyim qiymət ya 16-dır, ya 18-dir. Heptanın kütləsini hesablamaq üçün ilk öncə 7-ni vurmalıyam 12-yə. Sonra da üzərinə gəlməliyəm 16-nı. Bu isə bizə verər 100. Deməli, bu zamanda 16 bölünsün 100, vurulsun 100. Bu da 16%-dir. 3-ə də gedər A variantı. Keçək indi 3-cü başlıq. 3-cü başlığımız deməli 3-1-3. Bu başlıqda alkanların adlandırılması və izomerliklərindən danışacağıq. Deməli, alkanımız var X-dir. Sigma rabitələrin sayı 16-dır. Üçlü karbon atomlarının sayı 1-dir. Bu tipli suallar qəbul imtahanında gəlir. Deməli, sigma rabitələrin sayını tapa bilmək üçün bir qaydamız var. Alkanların formulu CnH2n plus 2 deyil. İndekslərin cəmindən birini çıxmalıyam. Yəni 3n plus 1. Bu şəkildə hesablanır. Gətirik 16-ya bərabər eləsək, 3n buradan bərabər olar 15, n də bərabər olar 5. Üçlü karbon atomlarının sayı 1-dir. Deməli, bunun 5 dənə karbon olsun və içərisində üçlü karbon 1 ədəd olsun. Baxın, o zaman bu şəkildə olar bizim alkanımız. Bunu adlandıra bilməyimiz üçün uzun zəncir seçilməlidir. Və radikalın yaxın olduğu ucdan nömrələsəm, adı olacaq 2 metil butan. 2 metil butan. Cavabımız olar A variantı. Keçək ikinci sualımıza. Eylerven diaqramına uyğun olan bəndləri müəyyən edin deyir. 2 metil butan, bir də 2 metil propan. Aha. Buradakı biz 2 metil butan zaten burada verilibdir, yazmışıq. Gəlin digərini də yazaq.
Onun isə bu şəkildədir. Biz buradan baxırıq ki, bu maddələrin içərisində izomerdirlər bir-birləri ilə. Sadəcə olaraq birli, ikili karbon sayları fərqlidir. Bir ədəd ikili karbon atomu var. Bir ədəd ikili karbon atomu var deyirsə, bu karbonu nəzərdə tutur. Bunun içərisində ikili yoxdur. Ona görə də bizim birinci ifadəmiz gəlib düşəcək hara? Bir metil butana. Yəni biri bura yazmalıyıq. Bir birə gedir. 3 ədəd birli karbon atomu var. 1, 2, 3. 2 də bura getməlidir. 1 ədəd dörtlü karbon atomu var deyirsə, buna aiddir. Yəni 2, 2 dimetil propana, ona görə 3 bura gedir. 4 dənə qeyri-polyar kovalent rabitə var. Yəni karbon-karbon arasında 4 rabitə var. Hər birində 5 karbon olduğu üçün ortaqdır. Ona görə 3-ə gedir. 4. Bu zamanda cavabımız olacaq C variantı. Sonra maddə molekulunda ikili karbon atomlarının sayını müəyyən edin. Deyir ki, radikallar budur. Bizim maddələrimiz verilib. Baxın burada çox əla, qəşəng. Deməli, mən karbon yazıram. X radikalları metildir. 2 dənə karbon yazıram. Y izopropildir. Y-imiz budur. İzopropil isə bu radikaldır. Z isə etildir. Bu şəkildə yazdıq. Bizdən nə istəyir? İkili karbon atomlarını say. İkili karbon atomu, baxın bu üçlüdür. Bircə dənə ikili var və cavabımız olacaq D variantı. Dördüncü, alkanın nisbi molekul kütləsi 72'dir. Bu zaman 14n plus 2 bərabərdir 72. 14n bərabərdir 70. N bərabər 5. Deməli bizim alkanımızda 5 dənə karbon var. Hər karbonda sp3 hibrid orbital, yəni 4 dənədir. Bunu da vursaq, cavabı alarıq 20 hibrid orbitalların sayı. 5-ci sual. Uyğunluğu müəyyən edin. Alkanı əmələ gətirən radikalların adları. Deməli, yadınızda saxlayın, belə bir sual imtahana düşə bilər və qəşəng sualdır. 2 metil propan necə yazılır? 2 metil propan. 3 dənə karbon var. İkincidən 1 metil. Deməli, mən buradan baxanda görürəm ki, bunu yarada biləcək metil və izopropildir. Metil və propil yox. Metil və izopropil. Gedər Y bura. Sonra metil butandır. 2 metil butan. Bu şəkildə. Bunu ortadan belə ayırsaq, bunu yarada bilər etil və deməli, baxın bu hissəsi etil. Bu hissəsi. Burada izobutil. Daha doğrusu izopropil. Baxıram elə bir şey yoxdur. O zaman bir də belə baxıram. Burada nə görürəm mən? Metil, bir də ikili butil görürəm. O zaman B də bunu yarada bilər. Sonra butan, normal butan 4 dənə karbondur. Bunu nə yarada bilər? Bir tərəfdən metil, buradan da propil. Metil, propil. Burada gedər A. Keçək 6-cı sualımıza. Radikalları müəyyən edin. İkili, üçlü və birli. Normal propil birlidir. Ona görə gedər 3-ə A. İkili butil. İkili butil adından da bəllidir. İkili radikaldır. Üçlü butil. Üçlü radikaldır. İzobutil heç birinə aid deyil. Amma izopropil ikilidir. Ona görə də 1-ə gedər. B'ye, 2'ye S, 3'e A. İzobutil. İzobutili də yazsam. İzobutil də birli radikal sayılır. Ona görə D də bu hissəyə getmiş olur. Növbəti başlığımız 3.1.4 başlığıdır. Bu başlıqda biz alkanların təbiətdə tapılması və alınmaları haqqında testlər işləyəcəyik. Deməli, deyir hansı alkil xlorda natrium ilə təsir etdikdə 2,5 dimetil heksan alınar. Deməli, gəlin baxaq buna. Heksan 6 dənə karbon var. Ona görə 6 dənə karbonumuzu yazırıq. İkincidən, bir də 5-cidən metil qoysaq. Bilirik ki, Würz reaksiyasında güzgünün əksi baş verdiyi üçün bu hissədən baxıram ki, simmetrikdir, ikiləşib. Bu hissəyə nəmin bir dənə X halogeni qoysaq.
xlor qoyulub burada variantların əksəriyyətində. Ona görə mən də xlor yazım. Bunu adlandırım. Xlor olduğu istiqamətə nömrələsəm 1, 2, 3. Deməli 1 xlor, 2 metil propan imiş. Burada 1 xlor, 2 metil propan cavabımız olar C. Sonra 2 nömrəli sualımız. Burada bizə qeyd edir ki, bu sual qəbul imtahanında gələ bilər bir tipdir. Deyir ki, 2 xlor propana natriumla, bir də etil xlorda natriumla təsir etdikdə alınan. Gəlin yazaq. 2 xlor propan. Xlorun budur. Daha doğrusu 2 xlor propanın budur. Buna natriumla təsir etsəm, bu hissədən ikiləşmə baş verər və bu tip belə bir birləşmə alınır. Sonra etil xlorid. Etil budur. Xlorid. Buna mən natriumla təsir etsəm, buradan ikiləşmə baş verər. Bu şəkildə belə bir şey alınır. Reaksiya məhsulunun molekulunda dörtlü karbon atomu yoxdur. Aha. Burada baxıram ki, nə bunun içərisində, nə də bunun içərisində dörtlü karbon atomu yoxdur. Ona görə bir ortaqdır. Reaksiyası butan alınır deyirsə, deməli bu 2 bura gedəcək. Reaksiyadan 2-3 metil butan alınırsa, baxın bu 2-3 olan butandırsa, deməli 3 də bura gedər və buna uyğun cavabımız olacaq C variantı. Sonra 3 nömrəli sual. Bu sual əsasən ən çox OTK sınaqlarına düşür. Hətta demək olar ki, bunlardan nə qədər var. Və hətta 2021-in ya da 23-ün qəbul imtahanında 4-cü blok var idi belə bir sual. İndi bizə deyir ki, 0,4 mol natrium hidroksidi bu qədər maddə ilə reaksiya apardıqda nə alınar, necə alınar? Ümumiyyətlə bu birləşmənin alınmasından fikir versək, buradan biz propan alasıyıq. Niyə propan? Çünki 1, 2, 3-dən karbon atom var. Bu hissədən də natrium karbonat alınasıdır. İndi nə qədər, neçə qram, necə alınmalıdır onu hesaplamalıyıq. Buradan bizim bu maddəmizin ümumi bir formulunu yaza bilməyəcəm. Burada mən bilirəm ki, reaksiya 1-in 1 nisbətində gedir. Bu maddənin gəlin emerini hesablayaq. İçəridə nə qədər karbon var? 4 ədəd karbon var. 1 dənə natrium var. 3, 6, 7 dənə hidrogen var və 2 dənə də oksigen var. Hesablasaq, deməli 32, hələ birincisi deməli 12-ni vurmalıyıq 4-ə. Bu bizə verər 48 plus 32-si də var. Sonra 7 dənə hidrogen plus 23 də natrium. Toplayanda bu bizə neçə verəcək? 20. Bu bundan 50, 80, 100 verir. Bunun emeri deməli 100'dür. Bunun 100 qramından 100 qramına 1 mol natrium hidroksid reaksiya daxil olursa, bəs o zaman 33 qrama nə qədər natrium hidroksid sərf olar? X. Bu da 0,33 mol edir. Və yaxud da biz burada tənasibi kimə görə qurmalıyıq? Təbii ki, maddəmizə görə. Buradan mən görürəm ki, bunun 100 qramından propanın kütləsi nə qədərdir? 44'dür. Bəs 33'ündən nə qədər alınır? X. X də buradan. Burada emir hesablayanda balaca bir səhvlik etmişəm. Bu maddənin kütləsi 110'dur. Deməli, buradan biz həmişə bax bu hissədə radikal CO, natrium olan hissədən kənarda nə qədər karbon varsa, o hissə qədər natrium alkan almalıyıq. Və alınan alkanda buradan olacaq propan. Deməli, mən görürəm ki, bu maddənin 33 qramından bilmirəm nə qədər maddə alınır. Tutaq ki, M qədər X maddəsi alınır. Amma kütləsi 110 olduqda isə 44 alınır. Buradan da M-i tapsaq, deməli, olacaq da 113 tam, daha doğrusu 13,2 propan cavabımız olar A variantı. Sonra molekulunda bir ədəd ikili karbon atomu olan alkanlar.
Metil butan deyir. Bunun içərisində bir ədəd ikili karbon var. Ona görə biri götürə bilərəm. Bir də 2 metil 2 dimetil pentan yox. 2 dimetil butan. 2 dimetil butan. Bu şəkildə yazsaq, yenə burada bir ədəd karbon var və bir ədəd ikili karbon var. Ona görə də cavabımız olar 1 və 4. Davam edək 5-ci və 6-cı suallar ilə və səhv etmirəmsə növbəti bölməyə keçəcəyik. Uyğunluğu müəyyən edin. Molekulunda sigma rabitələrin sayı 16-dır. Deməli 3n düsturumuz var. 3n plus 1 bərabərdir 16, n bərabərdir 5. Deməli buradakı karbonumuz C5H12 imiş. 10 dənə qoysam 3 olar. Deməli onda C3H8 olar. 13 qoysam deməli 12. Bu da edəcək C4H10 edər. Hibrid orbitalların sayı karbon sayını 4-ə vurub tapsaq, deməli 20 dənə buradadır. 1-ə gedər C. 3'ü 4'e vursak 12, 2'ye gider B, 4'e vursaq 16, 3'e de gider Y. Sonra alüminyum karbidin kütləsi bu olduqda su reaksiya alınan metanın mol miqdarını tapın. Alüminyum karbidin normalda kütləsini hesablasaq, deməli 27-ni vurmalıyıq 4'e. Vursaq 4'e bu bizə verər 108. Plus üstünə də gəlsək 3'ü vuraq 12'ye 36, üstə də gələk 108. Bu bizə verər 144. Deməli burada biz reaksiyanı yazmalıyıq. Alüminyum 4C3, yəni alüminyum karbid, üstə gəlsin su, alınlar alüminyum hidroksid, üstə gəlsin metan. Burada alüminyumun qarşısına bir 4, hidroksidin metanın da qabağına bir 3 atarıq və əmsallaşdırmağa başqa ehtiyac yoxdur. Metanın mol miqdarı. Mən buradan görürəm ki, alüminyum karbiddən 1 mol alüminyum karbiddən 3 mol metan əmələ gəlir. Birbaşa yazdıq. Yəni metanın alüminyum karbidin kütləsi 144 olanda 1 mol əmələ gəlirsə, 1 mol 14,4 əmələ gəlsə, olacaq 0,1 mol. Ona görə də baxıram. Daha doğrusu 3 mol. Bu da olacaq 0,3 mol. Cavabımız olar D. 72 olsa, yarısıdır deyə 1,5 mol olar. 3'e gider B. 43,2'də isə x yazsaq, x da buradan deməli olar nə? 0,9. Burada gider A. Bu da bizim buradan hesablamalarımız. Növbəti gələk nəyə? 3, 1, 5 bu başlığa. Bu başlıqda isə alkanların fiziki və kimyəvi xassələri haqqında danışacağıq. Deməli, bizim nisbi molekul kütləmiz 14N plus 30'dur. Molekulundakı CC rabitələrin sayını tapın, yəni karbon-karbon arasındakı rabitələrin sayını. Normalda alkanların emeri formu CnH2n plus 2'dir. Ama burada n'li bir şey verdiğine göre gelin biz bunu n'le yok başka bir hərflə yazaq. CaH2A plus 2. Bu zaman kütlə 14A üstə gələk 2 şəklindədir. Gətirib yazsaq 14n plus 30. Buradan 2 digər tərəfə keçsə 14A bərabərdir 14 plus 28. Buradan hər tərəfi 14'e bölsəm A bərabərdir n plus 2. Bu qiyməti almış oldum. Karbon-karbon arasındakı rabitələr isə A-2 ilə tapılır. Bu formula əsasən A'nın da yerinə gətirib n plus 2 qoysam n plus 2 minus 2. Bunlar da bizə verər n. Cavabımız B variantı. Eylervin diaqramına uyğun bəndi müəyyən edin. Deməli burada 4 dənə karbon var. Bu normal butandır. N butan. Burada isə 2 dənə karbon var. Deməli bu da etandır. C2H6. C4H10. Karbon kütlə payı 80%'dir. Karbon kütlə payının 80% olması üçün birində hesablasam kifayətdir. 30'dur. 12 vuraq 100. Bu 0 bu 40 verir bizə. Ona görə də 1 bura yəqin ki 1'ə gedər. Çünki 80% olan buna uyğun olasıdır.
Molekulunda 2 dənə birli karbon atomu var. Hər ikisində 2 dənə birli karbon atomu var. Ona görə 2 ortaqdır. İzomeri var. İzomeri ola bilməsi üçün butan olmalıdır. Əvəz etmə reaksiyasına daxil olur hər ikisi və beləliklə cavabımız 2-də olar. D variantı. 1'ə 3. Yox, bir dəqiqə. Karbon kütlə payı 80%'dir. 24 bölünsün 30 vurulsun 100 şəklində hesablanan 2 dənə karbon var. 80 olduğuna görə 1 bura gəlməlidir. 1 bura gəlməlidir. Ona görə D variantıdır. 3. 1 mol CnH2 formulu olan alkan tam yanmasına sərf olunan oksigen kütləsi A+36, alınan CO2'nin kütləsi A. Normalda alkan yandıqda CnH2 plus 2 3N plus 1 bölü 2 mol oksigen sərf olur. N molda karbon qazı əmələ gəlir. Buradan karbon qazının kütləsi 44 N bərabər olar A-ya və bu qəbul sualıdır. 4-cü blok. 4-cü blok qəbuldur. Tam yanmasına sərf olunan oksigen kütləsi A+36'dır. Bu zaman nə edərik? Bunun kütləsini buna vursaq, o zaman 3N plus 1 vurulsun 16 bərabərdir A+36. Bu şəkildə yazırıq. Tənliyi həll edəsi olsaq, olacaqdır deməli 48N üstə gəlinsin 16 bərabərdir. Bu tərəfdə də yazsaq 44N üstə gələk 36. Bunu digər tərəfə keçsəm 4N bərabərdir 20, N də bərabərdir 5. N'i hesablayındır. N'imiz də 5'dir. Olacaq cavab A variantı. Növbəti ardına baxaq. 4 nömrəli sual. Deyir, hansı reaksiyalar doğrudur? Metan 1500 cc-də asetilen və hidrogenə parçalanır. Bu doğrudur. Heç vaxt hidrogen çıxmaz. Hidrogen xlorid çıxmalıdır. Əvəz etmə reaksiyasından bu səhvdir. 1000 cc-də karbon və hidrogenə parçalanmalıdır. Bu da yanlışdır. Bununla reaksiyadan propan alınır. Bu da doğrudur. Cavab olar 1 və 4. Uyğunluğu müəyyən edin. 1 mol metan parçalanma temperaturuna əsasən 1000 cc-də alınan hidrogenin həcmini müəyyən edin. Deməli, reaksiyaları yazası olsam, metan parçalananda 500, yəni birinci üçün yazası olsam, birinci üçün isə 2H4 plus hidrogen əmələ gəlir. Bura bir 2 atsaq, bunun qabağına bir 2 düşür. Sonra ikinci reaksiya üçün 1000 cc-də CH4 parçalananda karbon plus hidrogen əmələ gəlir 2 mol. Üçüncü reaksiyanı yazsam CH4 parçalananda 1500'də C2H2 asetilen plus hidrogen 2 yazıram 8. Bunun qabağında düşməli 1 3 mol. İndi 1 mol metan tam parçalanırsa, burada 1 mol metandan 1 mol hidrogen əldə eləyərəm. Yəni 22,4. Bura bir C düşər. Burada kakraz elə 1 moldur. Nə qədər alınır? 44,8 G. Burada isə 1,5 mol, yəni 33,6 cavab olar D. Keçək 6-ya. Hansı maddə molekullarında karbon atomlarının oksidaşma dərəcələrinin uyğunluğunu müəyyən edin. Deməli, burada 2 mol hidrogen xlorid çıxıbsa, deməli metanın içərisində 2 dənə karbon xlorla əvəz olunur. Bu olacaq CH2 xlor 2. Bunlar hidrogenlə xlorlar bir-birini tarazlaşdırdığı üçün 0 olar. 1'ə gedər Y. Sonra burada 4 dənə xlorun hamısı çıxıbsa, deməli 4 hidrogen xlorla əvəz olunub. Bu mənfi 1'dir. 4 dənə mənfi 1. Onda bu müsbət 4 olar. 2'yə gedər D. Üçüncüdə isə 3 mol hidrogen xlorid əvəz olunub. Deməli CH xlor 3'dür. Bu mənfi 1'dir. Bu müsbət 1'dir. 3 dənə. Onda bu müsbət 2 eləməlidir ki 0 etsin. Cavab olar 3'ə də A. Və bu şəkildə 1'ə Y, 2'yə D, 3'ə A. Və bu da bizim dimin quizlərindən alkanlar bölməsinə aid olan 5 dənə başlığın izahı.